hansı Gənclər evindən söhbət gedir? Hə, Kürdəmir. Niyə dəmir iminli o? Necə tapdınız? Yox, Şveyler, niyə? O rayon Kürgün, Kürdəmir. Kürdəmir. Mən elə bildim o masadır, heç onu dəmir olaraq görmədim. Əmirdir. O Şveylerdir da, Şveyler. Kürdəmir. Bu gün ancaq qapı döyülüb, açmışam papaq, qapı döyülüb, açmışam papaq. Nə olar idi bir gündə qapı döyüləydi, açaydım ki, elçilər gəlir. Ay bacı, keçən bayram yoxladım. 40 yaş çıxdı. Görəm bu bayram neçə yaş çıxacaq. Ay qız, üzlük fal yoxlamaqdan başında saç qalmadı. Əl çək bu inaclardan. Əşi, sən sakit dur, sən Allah. Hiss eləyirəm, bu il evlənərsən. Çox sağ olun, sizinlə bayramınız mübarək. Çox sağ ol, çox sağ ol, çox sağ ol. Sizlə baxım, sizlə baxım. Çox sağ ol. Yox, evlənməkdən demə, 35 yaşım var, hələ evlənməmişəm. Yaxşı sağ olun, çox sağ ol, sizlə baxım. Ay İsrafil, deyirlər ki, Novruz bayramında arzu tutursan və qulaq falına çıxırsan. Əgər yaxşı söz eşitsən, arzun üçün olur. Bəlkə yoxlayaq? Yoxlayaq da, bəlkə bəxtim açıldı, yoxsa. 38, 39, 40. Of, yenə 40 yaş çıxdı. Bu il də evdə qaldım. Ay Allah, mən görəsən nə vaxt evlənəcəm? Hər il üzük falına baxıram. Qalmışam evdə. Bəxtim açılmır ki, açılmır. Bir dənə də olsun yaxşı söz eşitmədim. Ana ki, bu məndən də yaman görünədir. Bəlkə də qismətim bu qapıdadır. İzləməyə dayı bu papaq atanların əlindən. Evdə bir şey qalmadı da.